5-6 dəqiqə elə ansatısına baxmışam. Ailəm və mən həqiqətən çox sevindim. Bəlkə də 15 dəqiqə ağlamışam mən orada. Baxıram ekrana yüz. Gecə-gündüz çalışırdım. Çox ağladım. 290 keçəcəyimi gözləyirdim, amma fikirləşmirdim, 300 olar belə. İşte baktım gördüm 300, evde o baş kasırdım. Bu ildə yüksək nəticə toplamağı qarşıma məqsəd kimi qoymuşdum. Bu hədəfimə çatmaq üçün əlimdən gələni edirdim. Müəllimlərim həmişə mənə inandığını deyirdilər. 290 bal keçəcəyimi bilirdim. 300 bal toplamağı istəyirdim, amma tam əmin deyildim. Həmin vaxtda mənə yazdılar ki, bəs cavablar çıxıb. Dedim, yəqin zarfat edirlər, çünki neçən dəfədir ki, belə zarfat edirlər. Üzümə baxdı, başladı sevinməyə. Mən balımı bilmirəm, amma o sevinir. İmtahandan çıxanda yoxlayanlar əslində görmüşdüm, hamısı düzdür. Mən həzanlandım, əllərim titrəməyə başladı, amma qərara gəldim ki, nəticəmə evdə gedib baxım. Əllərini üzünə tutdular ki, Nuray sən bilirsən nə qədər bal yığmısan. Düzün desem 300 gözləmirdim. Nazara geçmiştim diye anam istəmə telefonu üzümə söndürdü. Anam söndürən kimi cavablar çıxdı və gördüm ki, sonra telefon gəldim. Ki, əsəbim keçsin, çünki siz orada. O da şokdaydı, mən də şokdaydım. Uşaqlar yazırdı ki, cavab çıxıb, mənim başladı əlim əsməyə, bütün bədənim əsməyə başladı. Bir xəbər vermək lazımdır. Anama yazdım. Ayda belə sınaq balları çıxanda belə həqiqətən həyəcan keçirirdim mən. 2 dəqiqə atam heç bir şey danışmadı.